Problem orasındadır ki, bax, bu norma sözü o qədər görəcəli bir problemli bir sözdür ki, norma. Çünki hər bir insanın azı fərqlidir, hər bir insanın çoxu fərqlidir, hər bir insanın da özünə məxsus norması fərqlidir. Hamı üçün normanı tapmaqdır mərifət. Başa düşürsünüz? Hamı üçün norma. İnsanlar normasını bilmirlər axı. Bilmir axı norma nə olmalıdır. Deyirəm ki, məsəl üçün gün ərzində 15 dənə badam yeməlisən. Deyirəm ki, gün ərzində 2 dilim, 3 dilim çörək yeməlisən. 40 qram, 60 qram çörəkdən istifadə etməlisən. Bu insanlar normanın nə olduğunu bilmirlər. Ən böyük problemlər də bundan başlayır. Bilmirlər. Bilsələr gün ərzində filan məhsuldan nə qədər istifadə etmək ümumi insanlıq üçün normadır, ondan sonra bütün problemlər həll olunacaq. Normal bilmirlər. Kimlər üçünsə də təndiri, bax, belə təndir çörəni yarıdan belə bölüb, yarısını onu oturub yemək normadır. Çünki rutindir, çünki vərdişdir onun üçün. Və hətta həyatını onsuz düşünə bilmir.